Böyük motor xoş deyən əmilərim üçün özdə qaz quraşdırılmış, texpasportunda da yazılmış belə bir səliqəli Land Cruiserimiz gəlib. 2001-ci ildir. Təbii ki, ilinə görə səliqəlidən necə deyim, söhbət gedir. Təbii ki, bunu 2015-in, 16-nın, ya 2008-in, 2009-un maşınla səliqəlikdə müqayisə eləmək olmaz. Yəni o mənada deyirəm. Bax, əsas məsələ. Maşınımızın motoru, korobkası, xadavoy sistemi birmənalı şəkildə superdir. Sahibi də daveriya verir. Eyni zamanda razlatkası tam işləv vəziyyətdədir. Peçidir, kondisioneridir. Ümumiyyətlə bir maşını içəri vermək üçün necə deyim, maşın içində əyləşdim, maşını xodladım, kondisioner bildiyiniz elə bil Antarktidadasan. Yəni çox əla vəziyyətdədir. Maşınımızın qüsuru nə bilim, bu kraskalamaqdır. Yəni bu da pulla həll olunan bir şeydir. Yəni əmi bilirəm sənin pulun var bunu kraskalatmağa. Yəni o da ki, valla deyim 100-150 manata bax. Əsas kuzovdakı udar yoxdur ki, sən onu necə deyim, düzəldə bilməyəsən. Pulla həll olunan hər bir şey problem mənim üçün sayılmır, sizin üçün də bəlkə də sayılmaz. Ünvanımız Nəsim metrosu, yəni ən əsası 2001 4.7 motor, qaz quraşdırılıb və sənədinə qeyd olunub. Cəmi 12.900 manat. Ünvanımız Nəsim metrosu, yəni real müştərilər zəng eləsin. Əlaqə nömrəmiz biomuzdadır.